Dünənki nəticəni ancaq Real Madrid əldə edə bilərdi futbol tarixində. Başqa heç bir komanda bunu əldə edə bilməzdi. Çünki Real Madrid sırf olaraq belə oyunlar üçün var. Real Madrid gedib Xetafeyə uduza bilər, Xetafenin qapısına zərbə endirməyə bilər, amma gəlib bu oyunda qalib ola bilər. Bunu ancaq Real Madrid bacara bilər. Bunu boynuma almalıyam. Nəyə görə? Çünki bu komandanın ruhunda qalib ruhu var. Digərlərindən fərqli olaraq bu komanda doğrudan da aura ilə, o Santiago'nun gücü ilə oynayır. Yəni hiss edir oranı. Ötən mövsüm məsələn o itmişdi bir anlıq. O aura yox idi. Onları o sıxmırdı da rəqibi. Manchester City sıxılmışdı. Yəni heç kim idi. Yəni heç nə edə bilmirdi. Yəni mən Manchester City-nin Xetafedən fərqini görmədim. Xetafe daha çox problem yaşatdı. Valverde'nin belə prime açması bu gözlənilən deyildi. Yəni bunu heç kim gözləmirdi. Bu ulduzlar gəldi, ora düşdü, nə meteorit düşdü, gəldi belə bir şey əmələ gəldi. Müdafiədə də oynadı Maldini kimi. Gəldi hücumda R9 oldu. Yarım müdafiədə öz sözünü dedi. Və ən əsas məsələ Arnold'u straxovka elədi. Əsas məsələ bu idi. Yəni çünki ilk 10 dəqiqədə, bilmirəm, oyuna baxanlar məncə hiss eləmişdi. İlk 10 dəqiqədə biz dedik ki, City bu Reala azı 2 qol vuracaq taymına. Azı 2 qol. Amma 10-cu dəqiqədən sonra söhbət öldü.